gün akşama indidən eləyirəm yemeği. Çünki saat 4, 3-4 kimi getməli yerlərim var. Ona görə bu günləri akşama yemeğimi biraz tez hazırlayıb sonra gedəcəm. Bugünkü akşam yemeğimiz mantı olacaq. Birinci dəfə də edirəm düzü. İndi edib baxacağım, inşallah yaxşı alınır. Düşünürəm ki, ləzzətli olacaq. Belə. Hamısına koydum indi. Bunu biraz basaq. Xəmirlər, ətlər öz yerinə alsın. Bunu da bunun üstünə. Belə. Bunlar da yine üstünə basam belə. Kəsəsin xəmirləri kənarlara. Ətlər desən böyle koyacaq. Mantılarımızın üstüne un dökürəm ki, bir-birinə yapışmasınlar. Mantının pişirme qaydasını çəkməmişəm, sadəcə hazırlanmasını çəkdim, qısa bir video olsun deyə. Əgər maraqlı olsa sizə bir daha hazırlayarkən çəkərəm. Dadı çox möhtəşəm oldu, dəhşət bəyəndim. Video bitdi, sağ olun.